Məhəbbət iksiri. Ön söz. Salih bir bəndə və həqiqi mənada arif insan olan Şeyx Rəcəbəli Xəyyatın xatirəsinə həsr olunan bu kitabın yazılması haqqında oxucuları, xüsusilə də əgər oxucu şeyxin şagirdlərindəndirsə, maraqlandıran ilk sual bu ola bilər. Görəsən heç bir vaxt şeyxi görməyən və özü də ixtisas və tədqiqatları xatirə yazmaq olmayan müəllifi belə bir məcmuə yazmağa nə vadir eləyib? Şeyxin sözlərində olan cazibədarlıq. İmam Əli əleyhissalam buyurmuşdur: hər bir haqq işin öz həqiqəti və hər bir düzgün işin öz nuraniyyəti vardır. Gənc yaşlarında Qum şəhərində yerləşən Cəmkəran məscidində şeyxə qəlbən bağlı olan bir şəxslə rastlaşdıqdan sonra o böyük şəxsiyyətə qiyabi şəkildə bağlandım. Onun sözlərində elə bir həqiqət, nuraniyyət və cazibə gördüm ki, onun ətrini yalnız ilahi övliyaların kəlamlarından duymaq olar. Uzun müddət idi ki, qarşısında universitet müəllimləri və din alimlərinin diz çökdüyü, o dərs oxumamış alim və böyük əxlaq ustadının həyat və davranışları haqqında bir şey yazıb, əziz oxuculara, xüsusilə də mürəkkəb həyat yolunun başlanğıcında olan gənc nəslə təqdim etmək arzusunda idim. Şübhə yoxdur ki, bu işi şeyxin yazıçılıq və tədqiqat işləri ilə məşğul olan şagirdlərindən biri həyata keçirsəydi, yəqin ki, daha kamil və qarşınızda olan bu kitabdan daha yaxşı bir iş görmüş olardı. Nəyə görəsə bu iş bu vaxta qədər görülməyib və digər tərəfdən də şeyxin bu işi bacara bilən yoldaş və şagirdlərindən çoxu dünyalarını dəyişiblər. Neçə il bundan əvvəl hiss elədim ki, fürsət tədricən əldən getməkdədir və əgər bu mərhələdə şeyxin hali həyatda olan dostlarının xatirələri toplanmasa, artıq bundan sonra onun son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan davranışlarını yazıb hazırlamaq mümkün olmayacaq və nəticədə həqiqət aşiqləri həmişəlik olaraq bu ilahi insanın əldə elədiyi həqiqətlərdən məhrum qalacaqlar. Buna görə də məsələni yaxın dostlardan birinə danışıb, ondan şeyx barəsində hazırladığı mövzular əsasında onun yaxın dostları və şagirdlərindən müsahibələr götürüb, maraqlı söhbətlərini maqnitofon lentinə yazmağı xahiş elədim. Bu iş həyata keçirildi. Müsahibələr kağız üzərinə köçürüldü və Astani Qucci Rəzəvinin Tədqiqat Mərkəzi tərəfindən çapa hazırlanaraq 1376-cı il Xordad ayında, yəni 1997-ci ildə Təndisə İxlas adlı kitabında çap olundu. Təndisə İxlas kitabı bəzi çatışmamazlıqlarına baxmayaraq, bu ilahi şəxsiyyətin cazibədarlığı səbəbilə geniş oxucu kütləsinin, xüsusilə də gənc nəslin yüksək rəğbətini qazandı. Qısa bir müddət ərzində 11 dəfə çap olundu və 100.000 nüsxədən artıq kitab həvəskar oxucuların ixtiyarına verildi. Şeyxin həyatı barədə aparılan tədqiqatların ardınca onun seyri süluku, rəftar və davranışları haqqında qiymətli məlumatlar əldə edildi. Həddindən artıq çox olan məşğuliyyətlərimə baxmayaraq bu dəfə qərarı aldım ki, şeyxin öz nəfsi ilə mübarizə üslubunu, onun mənəvi aləmini, müvəffəqiyyət rəmzini çatdıra biləcək növbəti kitabı özüm yazım. Allahın fəzl və mərhəməti ilə qarşınızda olan Məhəbbət iksiri adlı bu kitab həmin qərarın nəticəsidir. Bu barədə bir neçə məsələni diqqətinizə çatdırıram. Yazıçılıq üslubu. Bu kitabı hazırlamaq üçün ilk növbədə Şeyx Rəcəbəlinin yaxın adamları ilə aparılan söhbətlər nəzərdən keçirilib, yenidən yazıldı. Bundan sonra həmin söhbətlərdə olan maraqlı və öyrənməli məsələlər çıxarılaraq 4 hissədə xüsusiyyətlər, səy və təlaşlar, yaradıcılıq və quruculuq və vəfatı adlı bölmələrdə yerləşdirildi. Daha sonra isə əsl işlər, kitabın fəsillərə bölünməsi və kitabın şəklinə salınması başlandı. Şeyx barəsində olan bu kitabı digər xatirə kitablarından ayıran mühüm xüsusiyyət cənab Şeyxin tövsiyə və bəzi kəramətlərinin İslam ayinləri ilə uyğun olmasını göstərmək üçün dini mətnlərdən istifadə edilməsi, mövzu ilə münasib olan və digər övliyalar üçün baş verən mükəşifələrin burada gətirilməsidir. Qeyd eləmək lazımdır ki, hər hansı məsələ ilə bağlı gətirilən hədislər burada nümunə olaraq göstərilmişdir və həmin mövzular haqqında daha geniş məlumat almaq istəyənlər haşiyədə göstərilən Mizanul Hikmət kitabına müraciət edə bilərlər. Xatirədən daha üstün. Beləliklə də şeyxə həsr olunan xatirələr toplusu xatirə kitabından daha üstün bir məcmuəyə,
Nəfsin paklaşdırılması və ali insan məqsədin yollarını göstərən bir kitaba, ilahi yolun yolçuları üçün məsumların kitab və sünnət yolundan haqq və həqiqət əhlinin yüksək məqamlarına doğru hidayət eləyən yaradıcı bir dərmana çevrildi. İmam Xomeyni əql və cəhlin qüvvələri barədə olan hədisin şərhində əxlaq barəsində yazılan elmi fəlsəfi kitabların zəifliyi və cəmiyyətin bu qəbildən olan kitablara ehtiyacı barəsində yazır. Mənə elə gəlir ki, elm tarixi əxlaq, həmçinin hədislərin bu şəkildə olan ədəbi təfsiri və elmi şərhi məqsəddən uzaq düşmək və yaxını uzaqlaşdırmaqdır. Müəllifin əqidəsinə görə əxlaq elmində onunla bağlı olan hədislərin şərh edilməsində və ona aid olan ayələrin təfsirində əsl məsələ budur ki, yazıcı bəşarət və təhdid, moizə, nəsihət və bu kimi digər yollarla öz məqsədini nəfslərdə yerləşdirə bilsin. Başqa sözlə desək, əxlaq kitabı müalicə yollarını göstərmək deyil, dərd və eyblərə birbaşa əlac edən yazılı moizələr olmalıdır. Əxlaqın köklərini başa salmaq və müalicə yollarını göstərmək heç kəsi məqsədə yaxınlaşdırmaz, heç bir qara qəlbə nuranilik gətirməz və heç bir fasid əxlaqı islah eləməz. Əxlaq kitabı odur ki, onu oxumaqla qəsavətli qəlb yumşala, çirkin batinlər paklana və qaranlıq nuranilik tapa. Bunun da yolu odur ki, həmin alim yol göstərən olması ilə yanaşı, aparıcı da olmalı, əlac yolunu müəyyən eləməkdən əlavə müalicə eləməli, yazdığı kitabı təkcə dərdin resepti deyil, onun dərmanı da olmalıdır. İnsan ruhunu müalicə eləmək istəyən təbibin sözləri resept şəklində deyil, dərman hökmündə olmalıdır. Amma qeyd olunan kitablar dərman deyil, reseptdir. Hətta əgər qəbahət olmasaydı deyərdim ki, onların bəzilərinin resept olması da şübhəli məsələdir. Amma bu barədə danışmamaq daha yaxşıdır. Əziz oxucular, əməli olaraq görəcəklər ki, şeyxin xatirələri təkcə resept mahiyyəti daşımayıb, həm də dərman misalındadır. Xəstə ürəklərə şəfa bəxş eləyir, qəlbləri yumşaldıb, onlara nuranilik bəxş eləyir və haqq yolu yolçularının məqsədə yaxınlaşdırır. Mənbəyinin etibarlı olması. Qeyd olunduğu kimi şeyxin həyat tarixinin mənbəyi və sənədi onun şagirdlərinin və müridlərinin söhbətlərindən götürülmüşdür. Az hallar istisna olmaqla nəql olunan bütün mətləblər birbaşa şeyxin özündəndir və onu nəql eləyənlərin hamısı istər adları qeyd olunanlar olsun, istərsə də müəyyən səbəblərə görə adları qeyd olunmayanlar mötəbər şəxslərdir. Mən inanıram ki, onların dedikləri real həqiqətlə müvafiqdir. Diqqət yetirilməli olan məsələ budur ki, kitabda Cənab Şeyx barəsində qeyd olunanların hamısı sənəd əsasında olmasa belə, şagirdlərinin onun barəsində dedikləridir. Növbəti məsələ budur ki, bu söhbətlərdə nəql olunan ifadələr bəyan edərkən kifayət qədər ehtiyata riayət olunmuş və onların sözləri mümkün qədər olduğu kimi gətirilmiş və bunların üzərində çox azacıq islahatlar aparılmışdır. Mərifət əhlinin məqamları. Cənab Şeyxin ən böyük hünəri kimi ilahi məhəbbət iksirinə nail olmasını qeyd eləmək olar. O, bu məhəbbət sahəsində mütəxəssis idi və münasibətlə əlaqədar olaraq onun həyatını məhəbbət iksiri adlandırdıq. Cənab Şeyx bu iksirdən bəhrələnərək tövhidin həqiqətinə çatmışdı. Kitabın 3-cü bölməsinin 2-ci fəslində görəcəyiniz kimi Cənab Şeyx buyurdu: İksirin həqiqəti Allahın özünə çatmaqdır. Allaha məhəbbət bəndəçilik yolunda ən axırıncı mənzildir. Əməllərin dəyərini meyar əməl eləyən şəxsin Allah Təalaya olan məhəbbəti ilə ölçülür. Mənə elə gəlir ki, hər kəs şeyxin həyatını oxusa, onun ilahi məhəbbət iksirinin həqiqətini dərk etdiyini görəcəkdir. O, öz xaliqinə məhəbbət bəsləməklə elə məqamlara və kamal dərəcəsinə çatmışdı ki, hətta onların bizim üçün təsəvvür olunması belə çox çətin və bəzən qeyri-mümkündür. Çox hallarda mərifət əhlinin malik olduğu məqamları dərk etməkdə acizlik, məlumatsız adamların bu məsələni inkar etməsinə səbəb ola bilər. Məhz buna görə də İran İslam İnqilabının banisi İmam Xomeyni öz oğlu Hacı Əhməd ağanı bu işdən şiddətlə çəkindirərək buyurdu: Oğul, sənə ilk növbədə vəsiyyət elədiyim məsələ budur ki, mərifət əhlinin məqamlarını inkar eləməyəsən, çünki bu iş cahillərin tutduğu yoldur. Allah övliyalarının məqamlarını da inkar eləməkdən uzaq ol. Çünki bu kimi şəxslər haqq yolunun qarşısını alanlardır.
Hacı Əhməd ağanın həyat yoldaşına vəsiyyətində buyururdu: "Mən iddiaçılara bəraət qazandırmaq istəmirəm. Çox iddia eləyənlər var ki, cəhənnəm əhlidirlər. Mən demək istəyirəm ki, məna və mənəviyyatın əsasını inkar eləməyəsən. Həmin mənəviyyatı demək istəyirəm ki, Allahın kitabı və Peyğəmbərin sünnətində qeyd olunmuş müxaliflər ya onu görməməzliyə vurmuş, ya da avam cəmaatın əqidəsi səviyyəsində olan tövhidə üz tutmuşlar. Mən sənə tövsiyə eləyirəm, birinci mərhələ inkarçılıq ruhiyyəsindən ibarət olan hicabdan çıxmaqdır. Çünki bu hər növ inkişafın və müsbət irəliləyişin qarşısında bir maneədir. Bu mərhələ kamal deyildir, lakin kamala doğru yol açandır. Ümumiyyətlə, inkarçılıq ruhiyyəsi ilə yanaşı mərifətə doğru heç bir yol tapmaq olmaz. Ariflərin və məna əhlinin məqamlarını inkar eləyən, xudpəsənd və yalnız özünü bəyənənlərdir. Onlar bilmədikləri bir şeyi heç vaxt öz cəhalətləri ilə əlaqələndirməzlər və onu dərhal inkar eləyərlər ki, xudbinliklərinə xələl yetişməsin. Şəxsiyyətinin araşdırılması həddindən artıq çətin olan insanlar. Mərifət əhlinin məqamları cəmaatın əksəriyyəti üçün bəyan olunması və çox çətin olan bir kamal məqamıdır. Bu barədə İmam Sadiq əleyhissalamdan nəql olunmuş dərin məzmunlu bu hədisi diqqətə yetirək. Məxluqat Allah Teala'nın sifətlərini olduğu kimi dərk eləməkdə acizdirlər. Onlar Allahın sifətinin cövhərini dərk etməkdə aciz olduqları kimi, Peyğəmbər Səlavatıllahın xüsusiyyətlərini də olduğu kimi dərk eləməkdə acizdirlər. Habelə Peyğəmbər Səlavatıllahın xüsusiyyətlərini dərk eləməkdə aciz olduqları kimi, imamın da xüsusiyyətlərini dərk eləməkdə acizdirlər. İmamın xüsusiyyətlərini dərk eləməkdə aciz olduqları kimi də müminin həqiqətini olduğu kimi dərk eləməkdə acizdirlər. İnsan Allahda fani olmaq məqamına çatdıqda onun yer üzündəki nümayəndəsi olur. Məhz belə olan halda cəmaatın əksəriyyəti tərəfindən onun kamal xüsusiyyətlərinin təhlil edilib araşdırılması və dərk edilməsi Allahın xüsusiyyətlərində olduğu kimi qeyri-mümkündür. İmam Sadiq əleyhissalamın kəlamında gördüyünüz kimi, bu xüsusiyyətlərdə Peyğəmbər, imam və mümin şəxs arasında heç bir fərq yoxdur. Buna görə də Cənab Şeyx kimi böyük şəxsiyyətlərin mənəvi məqamlarını olduğu kimi vəsf eləmək qeyri-mümkündür desək, çox da qəribə olmaz. Şeyxin şagirdlərindən biri uzun illər boyu mənimlə dostluq etmişdir və şeyxin yüksək mənəvi məqamları barədə çoxlu əhvalatlar nəql eləmişdir. O nəql eləyirdi ki, bir gün şeyx belə buyurdu: "Filan kəs, dünyada bir kəs məni tanımadı, amma mən iki yerdə tanınacam. Birincisi, 12-ci imamımız Mehdi əleyhissalam zuhur eləyəndə, ikincisi isə qiyamət günündə." Deməli, bu kimi kiçik kitablar vasitəsilə Cənab Şeyxin həqiqi mənəvi kamallarının tanıtdırılması mümkün deyil, lakin onun nurani həyatının qələmə alınmasının ən yaxşı təsiri məhz Cənab Şeyxin həyatının ümumi xüsusiyyətlərini işıqlandırmaq, mərifət əhlinin yüksək məqamlara çatmasının sirrini və onun insanların mənəvi təlim tərbiyəsində tutduğu yolu bəyan eləməkdir. Bu da öz növbəsində çox böyük və dəyərli bir işdir ki, Allah öz mərhəməti sayəsində bizə nəsib eləyib. Bu böyük nemətə görə Allaha şükr eləyirik ki, bəlkə Cənab Şeyxin ölümündən sonra tanınacağam deyə etdiyi uzaq görənliyinin gerçəkləşməsinə bir növ müqəddimə olsun. Belə ki, Şeyxin oğlu onun belə dediyini nəql eləyir: "Heç kəs məni tanımır, öldükdən sonra məni tanıyacaqlar." Birinci bölmə, birinci fəsil. Xüsusiyyətlər. Cənab Şeyx və ya Şeyx Rəcəbəli Xəyyat adı ilə məşhur olan, Allahın salih və mömin bəndəsi olan Hacı Şeyx Rəcəbəli 1262-ci il Hicri ilində, miladi isə 1883-cü ildə Tehran şəhərində dünyaya gəlmişdir. Atası Məşədi Baqir sadə bir fəhlə idi. Rəcəbəlinin 12 yaşı olarkən atası dünyasını dəyişmiş və o özündən kiçik qardaşı və bacısı ilə yetim qalmışdır. Şeyxin uşaqlıq dövrü haqqında əlimizdə bundan artıq məlumat yoxdur. Amma onun öz anasından eşitdiyi xatirələr belə nəql edir. Sən mənim bətnimdə olan zaman atan kababxanada işləyirdi.
Bir gün o evə kabab gətirmişdi. Mən onları yemək istədikdə sən bətnimdə hərəkətə gəldin və ayaqlarınla qarnıma vurmağa başladın. Hiss elədim ki, bu kababı yeməməliyəm. Əl saxlayıb atandan bu məsələnin səbəbini soruşdum. Atan dedi: "Doğrusunu desəm, bunları icazəsiz gətirmişəm. Mən də o yeməklərdən yemədim." Buradan məlum olur ki, şeyxin atası sadə bir insan olmuşdur və yüksək şəxsiyyətlərə xas olan qeyri-adi xüsusiyyətlərə malik olmamışdır. Amma şeyxin öz dediklərinə əsasən atası Allah dostlarından birinə yaxşılıq eləmiş və onun duası nəticəsində belə bir calih övlad ərsəyə gətirmişdir. Şeyxin 5 oğlu və 4 qızı olmuş, qızlarından biri uşaq ikən dünyasını dəyişmişdir. Şeyxin evi. Şeyxin atasından qalma sadə evi və Mövləvi xiyabanının Siyahlar küçəsində yerləşirdi. O, ömrünün axırına kimi bu kiçik və sadə evdə yaşamışdır. Onun oğlu deyir, evimizin damı köhnə və uçuq olduğundan yağan yağışın suyu evin tavanından döşəməyə tökülürdü. Günlərin bir günündə bir neçə yüksək rütbəli hərbiçi ölkənin böyük şəxsiyyətləri ilə birlikdə bizə gəlmişdilər. Biz də yağış daman yerlərə ləyən və kasa düzmüşdük. Onlardan biri bizim bu acınacaqlı vəziyyətimizi görüb getdikdən sonra münasib yerdə 2 torpaq sahəsi almış və onları atama göstərib demişdi: "Bunlardan birini sizin üçün, digərini isə özüm üçün almışam." Atam cavabında demişdi: "Çox sağ olun, öz evimiz özümüzə kifayətdir." Şeyxin övladlarından birisi deyir, mənim məişət vəziyyətim yaxşılaşdığı üçün atama dedim: "Atacan, mənim 4 tümən pulum var. Bu evimizi də 16 tümənə alırlar. İcazə verin, pulumuzu toplayıb münasib bir yerdə təzə ev alaq." Atam buyurdu: "İstədiyin vaxt özün üçün təzə ev ala bilərsən. Mənim üçün elə bu da bəsdir." Evləndikdən sonra evin 2-ci mərtəbəsində 2 otaq tikdirib hazırladıqdan sonra atama dedim: "Atacan, sənin görüşünə yüksək şəxsiyyətli qonaqlar gəlir. Öz görüşlərinizi bu otaqlarda keçirsəniz yaxşı olar." Atam buyurdu: "Yox. Hər kəs istəsə elə bu otağa gəlsin. Köhnə palazların üstünə otursun. Mənim heç bir şeyə ehtiyacım yoxdur." Bu kiçik otağın döşəməsində sadə bir kilim və köhnə bir dərzi stolu vardı. Bir neçə ildən sonra şeyx öz otaqlarının birini Məşədi Yadulla adlı bir taksi sürücüsünə 20 tümənə icarəyə verdi. Bir müddətdən sonra Yadullanın bir qızı oldu. Mərhum şeyx onun adını Məsumə qoydu. Qulağını azan iqamət edikdən sonra 2 tümən çıxardıb uşağın bələyinə qoydu və buyurdu: "Yadulla, indi sənin ailə üzvlərinin sayı çoxalıb və məişət xərcin də artıb. Bu aydan etibarən 20 tümən əvəzinə 18 tümən icarə haqqı verəcəksən." Şeyxin paltarları. Şeyx ruhani libasına bənzəyən və çox sadə və təmiz paltarlar geyirmiş. O adətən ləbbadəyə bənzər bir paltar geyinər, başına araqçın qoyar və çiyninə əba salardı. Diqqət yetirilməli məsələlərdən biri də bu idi ki, onun hətta libas geyməsi də Allah dərgahına yaxınlaşmaq məqsədi daşıyırdı. Yalnız bircə dəfə başqasının xoşuna gəlmək üçün çiyninə əba atmışdı ki, bu zaman onu məna aləmində məzəmmət eləmişdilər. Cənab şeyxin özü bu hadisəni belə nəql edir. Nəfs çox qəribə bir şeydir. Bir gecə gördüm ki, hicablarım vardır. İbadətlərimdə huzur-i qəlb və rahatlıq tapa bilmirəm. Səbəbini axtarmağa başladım. Bir qədər acizanə yalvarışdan sonra anlatdılar ki, dünən axşam çağı Tehranın böyük şəxsiyyətlərindən biri görüşünə gəlib demişdi: "İstəyirəm məğrib və işa namazını sizə iqtida eləməklə qılam. Sən də onun xoşuna gəlsin deyə namaz vaxtı çiyninə əba saldı." Şeyxin yeməyi. Şeyx heç vaxt ləzzətli xörəklərə meyl göstərmirdi. Əksər hallarda sadə yeməklər, o cümlədən kartof və firni yeyərdi. Süfrə başında dizi üstə üzü qibləyə oturar və bir qədər əylərək yeməklə məşğul olurdu. Bəzi vaxtlarda da boş qabı əlinə alar və yeməyi iştahla yeyərdi. Adətən öz xörəyindən bir qədərini yanında oturanlara verərdi. Yemək yeyən zaman danışmazdı və başqaları da ona ehtiram əlaməti olaraq sükut eləyərdilər. Qonaq çağırılarkən çox diqqətli olar, dəvət eləyənin kimliyindən asılı olaraq onu qəbul və ya rədd eləyərdi. Bununla belə əksər vaxtlarda dostlarının dəvətini rədd eləməzdi. Dükan bazarda olan yeməklərdən pəhsiz eləməzdi.
yeməyin insan ruhuna göstərdiyi təsirlərdən də qafil deyildi. O, ruhda baş verən bəzi mənfi dəyişikliklərin mənşəyini yeməkdə görürdü. Bir dəfə qatarda Məşədə gedən zaman batini bir zülmət və korluq hiss eləyir və dərhal müqəddəslərin ruhuna təvəssül eləyirdi. Bir müddətdən sonra onu başa salırlar ki, bu zülmət və batini korluq qatarın çayından istifadə edilməsi nəticəsində yaranmışdır.